Talibanla da rastlaşmısan da mən. Bəli, Talibanla da rastlaşdım. Hətta ölkəyə girəndə özləri mənlə əlaqə saxladılar. Mən İrandan keçdim, girdim Əfqanistana və mənə telefon gətirdi orada Taliban əsgəri. Orada polislər də, əsgərlər də əsasən əsgər formasında olurlar. Yəni silahlı əsgər formasında. Bir də orada işıqforlar olmadığına görə papaqlı polislər var. Yəni yolu kontrol eləyirlər. Bizdə bəzən tıxaclarda olur o hadisələr, amma orada yəni işıqforlar işləmir, yolda radarlar yoxdur, kimi şeylər. Danışası çox mövzu var aşağı. Var işləmir, yoxsa ümumiyyətlə yoxdur? Var işləmir, yoxdur. Yəni sistem yoxdur, altyapı yoxdur türklər demişkən. Taliban generalı idi o, türkcə danışdı mənlə. Xoş gəlmisən, heç bir problem olmayacaq, narahat olma. Bizi çöldən çox fərqli tanıyırlar. Siyasətə girmirəm. Mən girdim, dedim abi, xoş gördük, Allah razı olsun. Getdim, çəkişimi də elədim. Talibanla da qarşılaşdım. Bir problem də yaşadım. Yemək yirdim mən kafedə. Rekaşet deyirlər, səhv eləmirəmsə. Yemək yeyəndə bir də gördüm nəsə belə keçdi belə. Çöndüm belə, baxdım orada Taliban əsgəri oturub, silahı təmizləyir. Belə baxdı. Sorry. Sonra öldürmüşdü də. Burada vermişdim mərmini bizim içimizə. Sən dağarırsa də sorry. Elə şeylər ola bilir, yəni.